Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkən bu cücələri yenə sizə göstərəm və bunlara deməli baxın, görürsünüz necə gözəl yeyirlər. Baxın, bunlara deməli bax süzməyidir. Yəni belə deyək də, sroku keçmiş, biraz iylənmiş. Onu deməli götürdüm, bu şəkərli yemi islatdım və bununla qatdım və beləcə qoyuram. Yəni həm xeyirdir bunlar üçün, yəni ağartıdır. Baxın, görürsünüz necə yeyirlər. Həm də ki şəkərli yemin yəni yemləridir də, belə deyək. Yedikləri yemdir. Yəni bax beləcə yeyirlər. Özü çox gözəl, iştahla yeyirlər. Yəni sizdə də əgər şor, süzmə ümumiyyətcə yaxşı çıxır. Bunu bax deməli mən bax süzmə, bu şəkərli yem, bir də əzizləri şüyüd. Bunları qatıb hündüşqalara belə deyək verirdim. Çox da yaxşı kömək olurdu. Həm böyüməklərinə, həm sağlamlıqlarına, yəni içində ağartı zad olduğuna şüyüdür. Həm də ki çox gözəl yeyirdilər. Yəni deməli süzmə, şəkəri yem, bir də şüyüd. Yəni şüyüdü doğrayırdım, xırda-xırda da yox, biraz belə yekə ki bunları elə bil ki bu yemi bir-birinə qarışdıranda bir-birinə olsun da, yəni saqqız kimi bir-birini tutsun və hündüşqa bilirsiniz ki lombultuyla götürür girdə. Yəni götürə bilsin yaxşı. Ondan sonra şəkər yemdə biraz isladırdım və bunlarla qatırdım, belə palçıq kimi, belə saqqız kimi də, daha doğrusu deyə yem alınırdı. O yemi də hündüşqalılara verirdim. Çox gözəl yeyirdi və yaxşı da böyüyürdülər. Yəni bax, hündüşqanın ən gözəl, çünki bir neçə abunətim yazır ki, hündüşqalarımız yem yemir, nə verək, nə edək. Yəni hündüşqanın ən gözəl yemi elə odur. Süzmə, sonra bu şəkəri yem, bir də şüyüd. Bax, yəni bu şəkildə qatıb verirsiniz. Baxın, bunlar da gözəl yeyirlər. Belə. Bunlar indi yəqin ki bir ayda saxlayayım. İndi bax, bu ay mayın axırıdır da, daha doğrusu videonu biraz çəkmişəm. Yəni mayın 31-i çəkilibdir. İndi bilmirəm, yayıma gündə birini qoyuram da, yayıma hansı gün gedəcəkdir. İynələrini vurduracağam və bir ayda beləcə şəkərli yemlə yaxşıca baxıb, çünki yaxşı böyüyəcəklər. Ondan sonra toyuqların içinə salmaq niyyətim var. Yəni baxaq da gerək. Yaqqallaq. Havadan, istidən. Belə. Görün necə gözəl iştahla yeyirlər. Əziz izləyicilər, belə. Artıq böyüyüblər, toyuqlardan elə seçilmirlər. Nə bilim, deyirəm, biraz da daha yaxşı böyüsün. Yəni toyuqların içinə qatanda olmasın da, sırf döyməsinlər. Yaxşı böyük olsun. Belə. Heç nə əziz izləyicilər, istədim sadəcə çəkəm bunları sizə göstərəm.
videomuzu artıq yekunlaşdıraq. Yəni dedim ki, belə yem verirəm. Bir çox abunəçilərim yazır ki, hündüşkalarımız yemir. Yəni hündüşkalar üçün ən gözəl yemdir. Süzmə, ondan sonra belə deyək, şəkərli yem, bir də şüyüt. Qatsız, yəni şəkərli yemi istiladısız, süzməni qatıb verirsiniz. Bu çox gözəl, belə deyərdim, şey eləyir. Da yəni xeyri olur onlara. Belə fikrim toyuqlardadır, o yüzden baxıram. Heç nə əziz izləyicilər, artıq yekunlaşdırağım. Sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı, videomuza da like qoymağı unutmayın. Sağ olun əziz izləyicilər.